Salam, mən Daşqın Adgüzalov. Bugün sizə maliyyə hesabatlığı fənnindən maliyyə hesabatının təyinatı mövzusunu izah edəcəyəm. Mövzumuz 4 sualdan ibarətdir. Birinci sual bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı. İkinci sual Azərbaycanda və dünya praktikasında maliyyə hesabatının normativ tənzimlənməsi. Üçüncü sual maliyyə hesabatının tərkibi. Dördüncü sual maliyyə hesabatından istifadə edənlər. Mühasibat hesabatı dedikdə istifadəçi üçün qəbul ediləsi görünüşdə təqdim olunan informasiyalar başa düşülür. Məlum olduğu kimi hesabat adətən kağız üzərində tərtib edilərək kağız daşıyıcısı formasında təqdim edilir. Lakin müasir dövrdə hesabat həm elektron formada, həm də digər formalarda tərtib oluna bilər. Mahiyyətinə görə hesabat təşkilatın və bazarın digər subyektlərinin əlaqələndirici həlqəsi hesab olunur. Dövrü və qanunvericiliklə təsbit olunan hesabatlar hər şeydən əvvəl dövlətin ehtiyaclarını ödəyir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmayan, lakin daxili ehtiyaclara yönəldilən bəzi informasiyalarda hesabat formasında qruplaşdırmaq lazım gəlir. Belə hesabatlardan adətən idarəetmə məqsədləri üçün istifadə olunur. Mühasibat uçotunun əsrlər ərzində bir neçə qarışıq fənlərə bölünməsi mühasibat hesabatları ilə eyni olan, lakin qarışıq fənləri əhatə edən hesabatların tərtib edilməsi imkanlarını meydana gətirmişdir. Bütün bunlar statistika, audit, iqtisadi təhlil, hamısı özlüyündə informatik iqtisadi sistemi əhatə edir. Buna görə də həmin fənlərin məlumatları əsasında hesabatların formalaşması mahiyyət etibarilə mühasibat hesabatlarının formalaşmasından fərqlənmir. Belə hesabatlara misal olaraq statistik, auditor və başqa hesabatları qeyd edə bilərik. Əgər uçotun maliyyə və idarəetmə uçotuna bölünməsini qəbul etsək, onda dövrü hesabatları maliyyə hesabatlarına, daxili istifadə üçün nəzərdə tutulan hesabatlar isə idarəetmə hesabatlarına aid edilməlidir. Hesabatın tərtibi müəyyən vaxt kəsiyi ərzində müəssisənin təsərrüfat fəaliyyətinin son mərhələsi, eyni zamanda mühasibat uçotunun yekunu hesab olunur. Maliyyə hesabatının göstəriciləri müəssisənin fəaliyyətinin təkcə cari vəziyyətini deyil, həmçinin onun keçmiş hesabat dövrlərinə aid olan informasiyaları əks etdirir. Ona görə də hesabatdan istifadə edən şəxs cari informasiyaları keçmiş hesabat dövrünün informasiyaları ilə müqayisə etmək imkanlarına malik olur. Hər bir istifadəçi maliyyə hesabatında bilavasitə onu maraqlandıran müəyyən məlumatları tapa bilir. Daha konkret desək, kimisi müəssisənin mənfəətlə və ya zərərlə işləməsi, kimisi onun kreditorlara nə qədər borcunun olması maraqlandırır. Hesabatda belə informasiyaların istifadəçi tərəfindən tapılaraq mövcud şəraitə uyğun qiymətləndirilməsinə hesabatın oxunması deyilir. Maliyyə hesabatlarını düzgün tərtib etmək üçün qüvvədə olan qanunvericiliyin bütün tələblərini nəzərə alan informasiyalara malik olmaq lazımdır. Hazırda Azərbaycanda uçot və hesabatın tənzimlənməsinin 4 səviyyəli sistemi təşəkkül tapmışdır. Bu sistemin formalaşmasına ölkədə iqtisadi cəhətdən yenidən qurma, təşkilatların yeni bazar şəraitinə uyğunlaşması, habelə maliyyə hesabatlarının beynəlxalq standartları əsasında milli mühasibat uçotu standartlarının hazırlanması və tətbiqi fəal rol oynamışdır. Birinci səviyyəyə mühasibat uçotunu və hesabatı müstəqim və dolayı şəkildə tənzimləyən qanunlar, Respublika Prezidentinin sərəncamları və Nazirlər Kabinetinin qərarları aiddir. Bu səviyyədə başlıca normativ akt 2 sentyabr 2004-cü ildə dərc olunmuş mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanunu və onun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci ildə imzaladığı fərman hesab olunur. Bu qanun mühasibat uçotu və hesabatın hüquqi əsaslarını, dövlət tənzimlənməsi qaydalarını,
tətbiq edilən uçot standartlarını, müxtəlif təsərrüfat subyektlərində maliyyə hesabatlarının tərtib olunmasının zərurliyini, məlumatların məxfiliyinin qorunması şərtlərini, maliyyə hesabatlarının beynəlxalq standartlarına müvafiq sürətdə mühasibat uçotunun islahat proqramlarını və əsas konsepsiyasını müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikasının qanunu və digər bu kimi qanunlar ölkəmizə mühasibat uçotunu və maliyyə hesabatını qanunvericilik üzrə tənzimləyən normativ sənədlərə aid edilir. İkinci səviyyə dedikdə Respublika Maliyyə Nazirliyinin təşkilati və metodiki rəhbərliyi altında hazırlanmış olan Milli Mühasibat Uçotu standartları başa düşülür. 2008-ci ildə qüvvədə olan Milli Mühasibat Uçotu standartları mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanununun əsas müddəalarını konkretləşdirir və konkret təsərrüfat əməliyyatlarının uçotu ilə bağlı müxtəlif metodoloji məsələləri nəzərdən keçirir. Hazırda Respublikada kommersiya təşkilatları üçün 37, büdcə təşkilatları üçün 24, qeyri-hökumət təşkilatları üçün 1 standart olmaqla cəmi 62 milli mühasibat uçotu standartı fəaliyyət göstərməkdədir. Müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin yeni hesablar planı da milli mühasibat uçotu standartlarının tərkib hissəsi olmaqla ikinci səviyyəyə aid edilir. Üçüncü səviyyə müxtəlif təyinatlı normativ sənədləri birləşdirir və tövsiyə xarakteri daşıyır. Bunlara təlimatlar, şərhlər, Respublika Maliyyə Nazirliyinin və digər müvafiq nazirliklərin uçotun ümumi metodologiyasını konkretləşdirən məktubları və digər bu kimi normativ sənədlərə aid edilir. Dördüncü səviyyəyə təşkilatın özünün hazırladığı əmrlərdən, göstərişlərdən və təlimatlardan ibarətdir. Müasir dövrdə ölkəmizdə müəssisə və təşkilatların maliyyə hesabatlarının tərkibi mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanununun tələbləri əsasında formalaşmışdır. Qanunda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və maliyyə hesabatı tərtib etməli olan müəssisə və təşkilatlar iki qrupa bölünür. Birinci, kommersiya təşkilatları, ikinci, qeyri-kommersiya təşkilatları. Kommersiya təşkilatları da öz növbəsində 3 qrupa bölünür. Onlardan birincisi ictimai əhəmiyyətli qurumlar, ikincisi kiçik sahibkarlıq subyektləri, üçüncüsü isə digər kommersiya təşkilatları hesab olunur. Qanunda qeyri-kommersiya təşkilatları dedikdə büdcə təşkilatları, bələdiyyə orqanları, büdcədənkənar dövlət fondları və qeyri-hökumət təşkilatları nəzərdə tutulur. İctimai əhəmiyyətli qurumların maliyyə hesabatları, maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq tərtib edilir. Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatları onların öz seçimindən asılı olaraq iki cür tərtib edilə bilər. Birinci, sadələşdirilmiş uçotun qaydalarına uyğun olaraq, ikinci, kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun şəkildə. Adi kommersiya təşkilatları, yəni ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, digər kommersiya təşkilatlarının da maliyyə hesabatları öz seçimindən asılı olaraq iki cür tərtib edilə bilər. Birinci, kommersiya təşkilatları milli mühasibat uçotu standartlarına uyğun şəkildə, ikinci, maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun şəkildə. Qeyri-kommersiya təşkilatları maliyyə hesabatlarının tərtib olunma qaydalarına görə iki qrupa bölünür. Birinci, büdcə təşkilatları, bələdiyyə orqanları, büdcədənkənar dövlət fondları maliyyə hesabatlarını büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun tərtib edirlər. İkinci, qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını qeyri-hökumət təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun tərtib edirlər. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanununun, eləcə də mühasibat uçotu və maliyyə hesabatı standartlarının yuxarıda göstərilən tələblərinə əsasən Azərbaycan Respublikasının təsərrüfat subyektlərində
maliyyə hesabatının tam məzmunsu aşağıdakılardan ibarətdir. Birinci, mühasibat balansı. İkinci, mənfəət və zərər haqqında hesabat. Üçüncü, kapitalda dəyişikliklər haqqında hesabat. Dördüncü, pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Beşinci, uçot siyasəti və izahlı qeydlər. Azərbaycan Respublikasının Nazirlər Kabineti 27 may 2010-cu ildə kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş, yəni konsolidə edilmiş maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydalarının təsdiq edilməsi haqqında 97 saylı qərar qəbul edilmişdir. Bu qərarda maliyyə hesabatının yuxarıda göstərilən tərkibi bir daha öz əksini tapmışdır. Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartları yalnız kommersiya təşkilatlarının maliyyə hesabatına tətbiq edilir. Ümumiyyətlə, maliyyə hesabatının hər bir tərkib hissəsi dəqiq müəyyən edilməlidir. Mühasibat informasiyaları maliyyə hesabatlarını istifadə edən hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulmuşdur. Hüquqi və fiziki şəxslər təşkilatın fəaliyyətinin nəticələrinə birbaşa yaxud dolayı yolla təsir göstərir. Maliyyə hesabatından istifadə edənləri iki böyük qrupa bölmək olar. Birinci, kənar və daxili istifadəçilər. Daxili istifadəçilər aşağıdakılar hesab olunur. İlk öncə təşkilatın rəhbərləri, təşkilatın bölmələri, təşkilatın əmlakının mülkiyyətçiləri, təşkilatın işçi heyəti, təsisçilər, səhmdarlar və təsərrüfat cəmiyyətinin iştirakçıları. Kənar istifadəçiləri isə özü iki qrupa bölünür. İlk öncə maliyyə nəticələrində maraqlı olanlar, digərləri isə nəzarət edənlər. Maliyyə nəticələrində maraqlı olanlar investorlar, kreditorlar, debitorlar, potensial kontragentlər, qarşılıqlı əlaqədə olan təşkilatların qrupları çərçivəsində partnyorlar. Burada kontragentlər dedikdə müəssisənin əlaqəli olduğu şəxslər başa düşülür. Bu şəxslər hansılar ki, müəssisənin əlaqədə olduğu banklar, müəssisənin əlaqədə olduğu müştərilər və digər fiziki və hüquqi şəxslər hesab edilə bilər. Nəzarət edənlər isə vergi xidməti, statistika orqanları, hüquq mühafizə orqanları, auditor firmaları, digər nəzarət edici orqanlar hesab edilir. Təşkilatın rəhbərliyi mühasibat informasiyalarının başlıca istifadəçiləri hesab edilir. Təşkilatın rəhbəri onun fəaliyyətinin praktik olaraq bütün tərəflərini əhatə edən qərarlar qəbul edir. Ümumiyyətlə, rəhbərlik üçün istənilən mühasibat informasiyası faydalı hesab edilir. Mühasibat hesabatı xüsusən də mühasibat balansı və mənfəət və zərər haqqında hesabatda daha çox maraq doğurur. Belə ki, əsas hesabat formalarında nəinki ötən dövrün, həm də əvvəlki hesabat dövrlərinin məlumatları qeyd olunur. Hesabatla tanışlıq əsas göstəricilərdəki dəyişiklikləri təhlil etməyə imkan yaradır. Məsələn, təşkilatın rəhbərliyini maraqlandırır. Hansı məsələlər maraqlandırır? Belə ki, bank hesablaşma hesablarında, kredit hesablarında və təşkilatın kassasında olan pul vəsaitlərinin məbləği, təşkilatın götürdüyü mənfəətin məbləği, debitor borclarının dəyişməsinin dinamikasını, işçiləri olan borclar haqqında məlumatlar və digərləri. Təşkilatın rəhbərliyi idarəetmə və inzibati fəaliyyətlərində təkcə təşkilatın maliyyə vəziyyəti haqqında hesabat məlumatlarından deyil, həmçinin istehsal prosesinin vəziyyəti haqqında məlumatlarından da istifadə edir. Başqa sözlə, istifadəçilərin həmin qrup üçün təkcə mühasibat uçotunun deyil, həm də operativ və vergi uçotunun məlumatları da əhəmiyyət kəsb edir. Beləliklə deyə bilərik ki, maliyyə hesabatı müəssisənin müəyyən bir dövr ərzindəki maliyyə fəaliyyəti haqqında dəqiq, dolğun
və şəffaf məlumatların təqdim olunması üçün hazırlanır. Bu hesabatlar vasitəsilə müəssisənin nə qədər gəlir əldə etdiyi, nə qədər xərc çəkdiyi, hansı vəsaitlərə sahib olduğu, hansı borcları olduğu və bu borcların necə idarə olunduğunu aydın şəkildə göstərir. Maliyyə hesabatının əsas məqsədi müəssisənin ümumi maliyyə vəziyyətini əks etdirmək və bu məlumatları müəssisə ilə maraqlanan şəxslərə çatdırmaqdır. Bu şəxslər müəssisənin sahibi, rəhbər heyəti, investorlar, banklar, dövlət qurumları və digər maraqlı tərəflər ola bilər. Onlar bu hesabatlara əsaslanaraq müəssisə ilə bağlı öz qərarlarını qəbul edirlər. Hesabatlar müəssisənin nə qədər səmərəli və yaxud gələcəkdə inkişaf edib etməyəcəyini və ya risk daşımadığını anlamağa kömək edir. Məsələn, bir şirkət il ərzində zərər edibsə, bu idarəetmədə və ya bazar şəraitində müəyyən problemlərin olduğunu göstərə bilər. Əgər şirkət böyük mənfəət əldə edibsə, bu onun düzgün idarə olunmasından xəbər verir. Maliyyə hesabatı həmçinin müəssisənin pul vəsaitlərini necə idarə etdiyini də göstərir. Pulun hara xərcləndiyi, hardan daxil olduğu, sərmayələrin olub-olmadığı və maliyyələşmə mənbələri aydın şəkildə ortaya qoyulur. Bu da müəssisənin dayanıqlığı və maliyyə sabitliyi baxımından çox vacib hesab olunur. Ümumilikdə, maliyyə hesabatı müəssisənin keçmiş fəaliyyətini göstərməklə yanaşı, gələcək planların qurulmasına, düzgün qərarların qəbuluna və resursların daha effektiv idarə olunmasına imkan yaradır. Bu, müəssisənin həm daxili idarə olunması, həm də xarici vətəndaşlarla əlaqələrin düzgün qurulması üçün əsas vasitələrdən biridir. Maliyyə hesabatı müəssisənin maliyyə baxımından keçmişdə nələri etdiyini və hal-hazırda hansı vəziyyətdə olduğunu rəsmi şəkildə sənədləşdirilən vasitədir. Onun əsas rolu müəssisə ilə bağlı olan insanların mövcud vəziyyəti düzgün qiymətləndirməsinə imkan yaratmaqdır. Hesabatlar yalnız sadə rəqəmlər toplusu deyil, onlar həm də idarəetmənin necə aparıldığını və gələcəkdə hansı potensial imkanların mövcud olduğunu göstərən güclü analiz vasitəsidir. Bu hesabatlar müəssisənin iqtisadi fəaliyyətini ölçmək və nəticələri rəsmi şəkildə açıqlamaq üçün təkcə daxili yox, həm də xarici maraqları özündə əks etdirir. Əgər bir müəssisə şəffaf hesabat təqdim etmirsə, bu, onun haqqında mənfi rəy formalaşdıra bilər. Şəffaf və dolğun hesabatlar isə həm bazarda etibar qazandırır, həm də investisiyaların cəlb olunmasına zəmin yaradır. Maliyyə hesabatı həm də hesabatlılıq və cavabdehlik prinsipini təmin edir. Müəssisənin rəhbərliyi bu sənədlərlə əslində fəaliyyətinə görə ictimaiyyət və maraqlı tərəflər qarşısında hesabat təqdim edir. Bu, xüsusilə səhmdar cəmiyyətlər və ictimai əhəmiyyətli təşkilatlar üçün həyati əhəmiyyət daşıyır. Bundan başqa, maliyyə hesabatları müxtəlif maraq dairələrinin ehtiyaclarına cavab vermək üçün təkcə keçmiş nəticələri yox, həm də müəssisənin gələcək üçün strateji istiqamətlərini analiz etməyə kömək göstərir. Məsələn, bir müəssisənin investisiya qoyuluşları və ya kreditlərlə maliyyələşmə vəziyyəti, onun risk dərəcəsi və gələcək dayanıqlığı haqqında ipucuları verir. Müasir dövrdə rəqəmsallaşma və beynəlxalq inteqrasiyanın artması ilə maliyyə hesabatları qlobal standartlara uyğun hazırlanır. Bu isə müxtəlif ölkələrdəki maraqlı tərəflərin də məlumatları düzgün təhlil etməsinə şərait yaradır. Beləliklə, maliyyə hesabatları lokal deyil, həm də beynəlxalq səviyyədə qərarların verilməsinə ciddi təsir göstərir. Bugünkü mövzumuz bu qədər. Sağ olun.